2014-cü ilin dəyərli izləyicilər, Mercedes S-klası var qarşımızda. Maybach'a yığılıbdır. 3 dizel. 3 dizel. Turbo dizeldir, yoxsa elə sadə dizeldir? Sadə dizel. Sadə dizeldir. Turbodur. Məncə turbolarda 3 turbolar, sadə olmaz. Turbo dizellər. 3 turbo. Bəli, 3 turbodur, 3-5 əvəzidir də, belə deyək. Avtomobilin həm çöldən vizual görünüşünə, həm interyerinə, ümumiyyətlə avtomobilin gövdəsində tutmuş hər yerinə 11.000-də 12.000-ə yaxın pul qoyulub, xərc çəkilib. Bunu görürsünüz, buna yığılıbdır. Maybach'a yığılıbdır. Nə qədər gedib qardaş avtomobil dediniz? 200.000 yürüyüşü var. Panorama damdır. Avtomobildə hər şey var da, yəni fikir versiniz, oturacaqların idarə olunmasından tutmuş, lip stoplara qədər hər şey var. Qaqaş rol qızdıranından tutmuş. Hər şey var. Çox maraqlı gəldi bu avtomobilin vizual görünüşü, ona görə də yaxınlaşdım. Qardaş, neçəyə satacaqsınız? Real alıcıya neçəyə verərsiniz? 33.000 dollara. 33.000 dollar. Qiyməti də 33.000 dollar. Qardaş, nömrəni təqdim edən maraqlı olar kimdənsə. Nömrəni təqdim elə zəhmət olmasa. 050. Sağlaqa saxlamaq lazımdır. Əzəmdə də çox oluruq. Aha. Nefslərdə də çox oluruq. Göstərdim sizə, avtomobillə bağlı çox şey demək istəmirəm. Çünki yığılıb da avtomobil, əməlli başlı xərc çəkilib avtomobilə. Qarşımızda Mercedes 2008-ci il var. 5.5-dir mühərrik. 5.5. 5.5. Böyük mühərrik çəkin, böyük mühərrik çəkin deyirdiniz. Bu da böyük mühərrik 5.5-dir. Yəni bundan o tərəfəsi yoxdur. Avtomobilin qiyməti neçədir qardaş? 45.500 dollar. 45.500 dollar. S-kraska. Nə qədər gedib maşın? 182.000. Orijinal probel. 182.000 orijinal yürüyüşü var avtomobilin. 5.5. Dabında açarsız daxil olma deməyəcəm. Göstərirəm sizə. 5.5 mühərrik. Avtomobildə heç bir qəza olmayıb, heç bir rəng dəyən yeri olmayıbdır. Yürüyüşün də dedik sizə, elin dedik sizə, mühərrikin dedik sizə. Ən son fikriniz neçə verəcəksiniz avtomobili? 45.000 dollar. 45.000 dollar qardaş deyir. Dəyərli izləyicilər, Pajero çəkməyimi də istəyirdiniz. Qarşımızda 3 motor, 2007-ci ilin Pajerosu var. 3 motor benzin. Qardaş deyir ki, 22.000-ə satıram. İndi yəqin ki, biraz aşağı yuxarısı olacaq. 2007-ci ilin 3 motor benzin Pajerosu. 200.000-dən də çox yürüyüşü var. Belə. Qiymətini gördünüz. Vəziyyətini dedim sizə. 3 mühərrik. E-klas var, panoraması var da, belə deyək də. Qardaş, avtomobili çəkməyimi istəyirdi, yaxınlaşdım avtomobilə. Neçə motordur qardaş? 3 motor dizeldir qardaş. 3 motor dizel. Neçənci ildir? 2007, 460. 2007-ci ildir. Bəli. 18 minə deyirik, yəni real alıcıya endirimdə olunacaq yəni. Yəni yaxşı endirim olunacaq. Avtomobilin dəyən yeri, rənglənən yerləri və s. varmı, yoxmu? Heç bir yerində heç bir şey yox. Vaxtlarınız... Motordur, karobkadır, başımızdan cavab deyil. Yəni motor imli karobka. Vizual qəzası və s. olub, yoxsa yox? Yox, heç bir şey olmuyor. Ən son fikriniz neçə olacaq? Ən son fikrimiz real alıcı gəlsin, yəni onunla yəni, söhbət eləyəcəyik yəni. Amma belə qiyməti neçə deyirsiniz? Belə 18 min yəni, start qiymətidir. Start qiyməti 18 min. Avtomobil interyeri. Aşağı yerdə var, real alıcı, baxır alıcıya. Belə. Dizel. Bəli. 3 motor. 3 motor dizel. Mercedes Panorama. Başqa sözlə E-Class. Ayımcı disk təkəri elə. Yəni, pul qoymuşuq elə, diski təkəri deyil. Göstərirəm sizə hər tərəfli.